Valideynlər uşaqlarını bizə əmanət edərkən istəyirik ki, işləri rahat olsun və bilsinlər ki, bütün lazımi standartları əldə eləmişik çox şükür. Bugün bir uşaq xəstəyə qaraciyər biopsiyası eləyəcəm. Biz artıq bunu 5 ildir sıx şəkildə icra elədiyimiz işlərdən biridir. Özellikle uşaqlara bu mövzuda xidmət eləmək ayrıca bir diqqət gərəkdirir. Çünki qaraciyər xəstəsi olduqları üçün bu uşaqların əksəriyyətində qanlarında duru olur. Ona görə bunların bu biopsiyaların mütləq şəkildə ixtisaslaşmış bir və daimi bu işi görən mərkəzlərdə və komanda şəklində icra olunması lazımdır. Azərbaycanda özellikle autoimmün hepatit inanılmaz çox sayda miqdarda yayıldığını düşünürəm. Bizim başqa ölkələrdəki praktikamızdan fərqli olaraq qaraciyər problemi yaşayan uşaqların əksəriyyətində autoimmün hepatit diaqnozu qoyuruq və onun da dəqiq diaqnozunu ancaq biopsiya ilə qoymaq mümkündür. Eləcə də bir çox qaraciyər digər xəstəliklərinin, eləcə də qaraciyər serozlaşma riski varsa, siroz başlayıbsa artıq onun mərhələsinin təyin edilməsi, bunlarda bu qaraciyər biopsiyası çox vacibdir. Məhz buna görə də bu özellikle uşaq xəstələrin qaraciyər biopsiyaları daha incə bir işdir, daha dəyərli bir işdir. Təşəkkürlər, önünüzə sağlıq hər kəsin. Bu biopsiya bizə bu uşaqda qaraciyərdən mis yığılması kimi ehtimal var, elə bir xəstəlik ola bilər. Onu ortaya qoyacaq, diaqnozunu bizə deyəcək, dəqiq varmı yoxmu deyə. Məhz ondan sonra biz artıq deyə biləcəyik ki, bu uşağa hansı diaqnozda xəstəliyi var, nə müalicəsi vermək olar.